Salam əziz tələbələr. Nəticələr çıxdı, birinci imtahanın nəticələri çıxdı və bizdə yaxşı nəticələr də var, indi onları da deyəcəyik. Sonra bir-iki nəfər orada bizə demişlər ki, yalanlar reklam edirsən, nəticələr çıxmayıb, yüzlərin yoxdur falan filan. Onlara da salam göndərək. O heç. İndi bizdə bir tələbəmiz var, Ayxan. Ayxan. Mənim tələbəm, Ayxandan mən tam belə deyək ki, arxain edim ki, 300 gətirəcək. Amma indi bəxti gətirməyib imtahanda. Biraz məyus olub. Mən bir daha deyirəm, Ayxan. Mən bilirəm ki, sən 300 ballıq tələbəsən. Mən bunu bilirəm. Bizim kimlər ki, burada olub, onlar da bilir. Eynilə YouTube kanalında da mən cavabdayım ki, kimsə istəsə ki, yoxlamaq ki, bəs Ayxan nə qədər dərəcədə bilir, o 300 ballıq bilir. Ancaq indi bəxti gətirməyib, biraz imtahanı vaxt baxımından çatdırmayıb, yığıb nə qədər? 240? 240. Buna görə yenə deyirəm, narahat olmursan, problem yoxdur. Niyə yoxdur? Çünki yəni bu səndə deyərsən ki, müəllim, bəlkə mənim balım, məsələn, balıma çatmadı və s. Çox güman ki, çatacaq, problem deyil. Amma deyək ki, çatmadı. Bax, nümunə üçün mən özümü deyim. Mən 632 yığanda mənə dedilər ki, Süleyman, get beynəlxalq iqtisadi münasibətləri yaz. Orada birinci qrupda həmin ixtisas var idi, 2-də də var idi, 1-də də. Oranın keçidi ən yüksək oraydı. Mənim dövrümdə ən yüksək keçid 598 idi. Və dedilər ki, oranı yaz. Mütləq oranı yaz. Mənim ürəyim müəllimlik istəyirdi, amma mənə dedilər oranı yaz. Mən də oranı oxudum. 4 il oxuyandan sonra məlum oldu ki, ora mənim yerim deyil. Və sonradan yenidən mən riyaziyyat müəllimliyini oxumalı oldum. Baxmayaraq ki, ikinci dəfə imtahan verdim, 640 yığdım və verdim riyaziyyat müəllimliyinə. Baxmayaraq ki, o riyaziyyat müəllimliyinin keçidi mənim vaxtımda 500 neçə idi. Və burada da biz ixtisası bala görə seçmirik. Mən sənə yenə deyirəm, uğurlar arzu edirəm. Bilirəm ki, sən yaxşı, belə deyək ki, yaxşı yazacaqsan bloku. İnşallah blokdan 400-ü gətirib, biz birlikdən eləyək, onu da yenidən burada göstərək ki, həqiqətən elədi. Və uğurlar sənə yenə də, narahat olma. Biz sənə eləyik. Vəssalam. Uğurlar. İndi, davam edirik. Ayxan əyləşə bilərsən. Kimlər ki, deyirdi ki, adı nədir? Biz Hamletlə birlikdə salamlaşdıq falan filan, öpüşdüm, zad elədim Hamletlə. Dedilər ki, 100-ü sən saxta deyirsən, ola bilməz. Amma bizim tələbələrimiz deyirsə ki, 100 yığıb, deməli 100 də yığıb, gəl Hamlet. Aha. Gəl, indi bir. Pis yazanlar da göstərəcəm. Buyur Hamlet. Yəni, 2 dənə. Aha. Hamlet, səndə neçə bal olub? 294,8 bal. 294,8. Demək olar ki, nə? 300. Ben 295 deyirdim, o biraz da yox. Maksimal deyil. Maksimal deyil. Əsas. Yəni, aydındır ki, Respublikada ən yaxşı nəticələrdən biridir. Respublikada ümumiyyətlə ən yaxşı nəticələrdən biridir. Səni də təbrik edirəm. Riyaziyyatın da yəqin ki 100-dür. Və yenə də o bizə deyəndə ki, nə reklamdır, adını çəkmirəm müəllimin. Deyək, Hamlet buradadır. Aha, deyir də, yox idi nəticə. Uğurlar sənə. Murad, gəl görüm. Aha. Mən Muradın nəticəsinə inanmırdım. İndi Murad öz şikayətlərini bildirəcək ki, müəllim, mənə niyə güvənmirdiniz? Gəl. Gəl görüm. Buyur Murad, nəyə mən güvənirdim, nə inirdim, deyə görüm. Mən deyirdiniz, gəlməyəcək 92. Biraz yaxın tut. Dedim ki, nə inəyəcək, 97 gəlməyəcək, az gələcək. Biraz Murada mən güvənmədim, dedim ki, yəqin bizi başımıza alladır, deyim, neçə gəldi riyaziyyat? 97. Nöqtə? 97-nin nöqtəsini bilmir. Ümumi balın nə qədər gəlib? 276 bal. 276 bal. Yenə də ən yaxşı nəticələrdən biridir. Mən bilirəm ki, 270 plus Azərbaycanda az olacaq. Kifayət qədər olacaq. Abituriyentlərin 1% olsa böyük şeydir. Təbrik edirəm səni. Səndən də neçə gözləyirik? Gözləmirik. Uğurlar. İndi əziz tələbələr, yenə də deyirəm, bizdə ürəyimizi ağrıtmayın. Pis yazanlarımız da var. Pis yazanlardan kim gəlmək istəyir? Sən gəlmək istəyirsən. Gəl, ən aşağı yazanlarımızdan da yenə də. Dəyəriniz bir daha təkrar oluram. Mən ballı ölçmürəm dəyəri. Buyur. Yenə də deyirəm. Heç nə deyəcək? Əziz tələbələrim. Hər bir, yenə deyirəm, müəllimdə zəif yazanlar da olur, güclü yazanlar da olur. Yəni bu qaçılmazdır. Mənə niyə tutursan? 62 bal gözləyirdim. Məndə 106 çıxdı. Bilmirəm. Deməli tələbəmiz ümumi 62 gözləyirdi.
Amma 106 çıxdı. Ümumi 106 çıxıb və riyaziyyatda tam biabırçılıq eləyib. Demək istərsə buyur de. 15.6. 15.6. İndi mənim məsləhətim nədir? Bax, imtahana çox az qalır. Düzdürmü? Əlindən gələni elə. Birinci qrupda, düz əslində mənim məsləhətim kimyayla, sən deyirsən ki, informatika ilə pulu düşmək olur. Kimya verəcəm. Aha, yəni düşmək olur. Bir dənə nə qalır? Əlindən gələni eləmək və 100 balı keçmək, cəmi 100 balı keçmək. Əgər sən o 100 balı keçə bilsən, müəllimin ixtisaslaşma seçimində problem deyil. Səni, mən söz verirəm ki, pulsuz ixtisasa salacaq. Aha, bu meşəçilik olmayacaq. Nə bilərsiniz meşəçiliyə? Yox. Normal bir ixtisasa. Eləmi? Uğurlar, düzə meşəçilik də normaldır. Aha, sonra bir daha deyirəm, biz nəticənizi balla ölçmürük. Sadəcə indi reklam olanda, əksər hallarda mümkün qədər güclüləri, nəticələr sonra demək istəyirsiniz. Gəl, 90 neçə yığanımız sonra kim idi? Neçə idi? Gəl. Gəl, heç olmaz, heç utanma. Sonra kimlər? Yüzlərin hamısını paylaşacağıq, digərlərini də paylaşacağıq. Buyur. Neçə bal yığmısan? Elə 225 gözləyirdim, 230, elə 200 də gəldi yəni. 225 də gəldi. Bəli, bəli, gəldi yəni. Aha, riyaziyyat neçədir? 90.6. 90.6. Yaxşı nəticələrdən biridir. Təbrik edirəm səni. Uğurlar. İnşallah. Gəl bura. Yenə də o bizə deyən ki, saxta deyirsən nəticələri, ona bir dənə də salam. Aha, bir dənə də salam. Biz TikTokda paylaşmışdıq. Neçə gəldi? 100 bal. Ümumi riyaziyyatdan 100 baldır. Ümumi 260'dır. 260, dəqiq olsun. 259 yuvarlaqlaşdırdım. Ha, 259. Yox, nəticəni də paylaşarıq. Yenə də uğurlar sənə də. Sağ olun. Təbrik edirəm. Bütün 100 yığanlar üçün, əziz tələbələrim. Bütün 100 yığanlar üçün 100 manatlıq o qüvvədədir. İndi inşallah hamını yığıb birlikdə o mükafatlandırmanı keçirəcəyik. Bu heç. 2 dənə də mikrofondan danışıram. Aha. İndi sual olunur ki, tələbələrimizdən biri ki, mən 90 yığmışam, 97 yığmışam və s. və ilə axır. Yəni kifayət qədər o tələbə var ki, 90 yığıb, deyir ki, mənim pullarım. Ha, onlara da mükafat düşəcək. İndi gedək görək, bank bizə 20 dollar, 25 dollar verirsə, elə bir 20-25 dollarlıq belə hədiyyələr düzəldib verəcək. Yəni də hər birinizə uğurlar uşaqlar. Sonra kim də nəticəsini demək istəyir, bildirmək istəyir. Bəlkə Murad sən bildirmək istəyir, bir zəiflərdən də. Yəni utanmayın. Buyur, gəl. Elçin, gəl. Hə, orta göstəriciləri də göstərək. Yəni, bir daha deyirəm, istənilən müəllimdə bu belə olur. İstənilən müəllimdə belə olur. Bu, uşaqların həyəcanı olur, uşaqların belə deyək ki, elə olur ki, yaza bilmir, hər şey ola bilər. Amma bu ilə həyat yenə deyəm, bitməyib, davam edir. Sadəcə əlinizdən gələni eləməlisiniz. Elçin, buyur, səndə nə qədədir? Məndə 221'dir, riyaziyyat 80. Riyaziyyat 80 olmasa 79 olardı məncə. 79 olur. Hə, sonra deyəcəklər ki, bəs alladırsan bizi. 79 onda 2, ümumi nə qədər gəlir? 221. 221. Uşaqlar orta göstərici tələbələrimizdən biri. Yəni eyni sinifdə güclülər də olur, zəiflər də olur, orta göstəricilər də olur. Və bu yenə də deyirəm, hər birinizdən, müəllimimiz hər birinizin yanındadır. Neçə göstərməyinizdən asılı olmayaraq. Həyat yenə də deyirəm, o yığdığınız balın ki mən yığdım, 100 bal yığmışamsa, evim yıxıldı, yəni vəssalam evim yıxıldı, belə bir anlayış yoxdur. Biz sizinləyik və inşallah da nəticələrimizi qəbulda da yaxşılaşdıracaqsınız. Biabırçılıq eləməyə ciddi hazırlaşaq. Uşaqlarımızdan bəziləri depressiyaya düşənlər var və s. və ilə axır var. Bir daha deyirəm, əlinizdən gələni eləyin və salam. Uğurlar sənə. Sağ olun. Aha, sonra kim? Salam aleykum. Gəlin, indi burada kifayət qədər tələbə var. Zəiflərdən heç kim gəlmək istəmir. Orta göstəricilər. Onlar da gəlmək istəmir. Yaxşı, yenə də deyirəm. Şirinov. Gəl görün. Gəl. Şirinov da sağ olsun. 100'ə göndərmişdim. Allah bilir neçə ilə gəlib. Salam aleykum. Səndə nə qədərdir? O ki 205 gəldi. 205 gəldi. 204.1'dir düzdür. Ha, 204.1. Aha. Səndə bəs riyaziyyat neçə gəlib? Riyaziyyatdan belə də pis deyil. Belə 79. 79 nəticə. Yenə də təbrik edirəm səni də. Uğurların bol olsun. Yenə də öz üzərində çalış. Net 75 plus gəldi. İngiliscində 75 plus. Hə, yaxşı. Əsas oydu. Ay ürəyimi ağrıdırsınız. Sonra kim? İsmail imtahan verməmişdin ki? İkinci zonasan. Yaxşı. Kim? Behişti. Buyur gəl.
Gəl səni də göstərək. Bir daha təkrarlayıram. İstənilən nəticələr, yenə deyirəm, yaxşı nəticə, pis nəticə, biz belə deyək. Valideynlərə də bir mənalı məsləhətim. Birdən valideynlər götürür ki, ay oğul, sən 180 yığmısan, vəssalam, saçın yolulur, hamısı kəsilib falan filan. Birinci qrupda keçid balı kimyada 200 baldır. İnformatika ilə kooperasiyada bütün ixtisaslar, pullu olan ixtisaslar, hamısı 200 baldır. 200 bal ümumi. Blok qarışıq. Yəni, uşağı götürüb motivasiyadan salmaq ki, ay, səndə alınmayacaq və s. və axır, kəsildin falan filan. Ona elə desən, elə olsa kəsiləcək də. Bir dəstək göstərin və müəyyən bir nəticə əldə etsin. Buyur, 5-dir. Ümumi 205 gəldi. Riyaziyyat da 55. Aha, belə. Yaxşı, yenə təbrik edirəm səni də. Çox sağ olun. Təbrik edirəm, uğurların bol olsun. Yaxşı nəticədir, yenə narahat olma. Bizə yenə birinci qrupda əlindən gələni elə. Əlindən gələni elə. Sonra kim? Çıxmaq istəyir. Sonra bizdə yeni qoşulanlardan da əgər nəticəsini demək istəyirsə, ikinci zonrası. Aha. İkinci qrup olanlarımız kimdir bizdə? Hə, bir nəfərimiz var. Bir nəfər. Aha. Gəlmək istəyirsən? Gəl. Aha, yaxşı, qızların işimiz yoxdur. Vəssalam, uğurlar hər birinizə uşaqlar. Hər birinizə uğurlar.